Gəlin idiomlara, frazal feillərə aid hazırladığım testlərə baxaq. Birinci testdə choose the correct definition, düzgün definition seçməliyik. Get your act together means. Deyir, get your act together hansı mənanı verir? Siz bunu bilirsiniz ki, mənası, yəni işini, fəaliyyətini daha yaxşı planlaşdırmaq, işlərini qaydaya salmaq mənasını verir. To make someone laugh, yəni kimsə güldürmək, bu olmaz. B bəndində deyir ki, to leave a place quickly, bir yeri cəld tərk etmək, bu deyil. To become angry, hirslənmək, bu deyil. To organize yourself and behave more responsibly, özünü deyir, yəni daha məsuliyyətli şəkildə davranmaq üçün özünü daha orqanizə eləmək. Deməli, cavab D bəndidir. İkinciyə, have an axe to grind. Bunun mənası nədir? Yəni, şikayətçi olmaq, nəyəsə şikayətçi olmaq. Bir də ki, bir şeydə öz marağını güdmək, öz marağı olmaq mənasını verir. Baxaq, to have a personal reason or complaint about something. Elə budur. Bir şeylə bağlı şikayətçi olmaq və şəxsi bir səbəbi olmaq. Elə cavab A bəndidir. Hang in there. Hang in there-in mənası deməli, nə deməkdir? Yəni, təslim olma, vaz keçmə, qətiyyətli ol, dişini sıx, cəsarətli ol, bu mənaları verir. To keep trying despite difficulties, yəni çətinliklərə baxmayaraq, cəhd eləməyi saxlamaq, davam eləmək. Sonra elə cavab adı. Burada deyir ki, to give something away, nəyisə vermək, bu deyil. Wait outside, çöldə gözləmək. To hide from someone, kiməsə gizlənmək, ola bilməz. 4-də to get to the bottom of something, bir şeyin dərinliyinə enmək, yəni ki, yəni dərinliyinə qədər araşdırmaq. Bax, budur. To discover the real cause, truth of something, nəyəsə həqiqi səbəbini və həqiqətini discover eləmək, kəşf eləmək. 4 oldu B bəndi. Get on someone's nerves, kimisə əsəblərindən oynamaq. Yəni, to make someone feel irritated or annoyed, cavab C bəndidir. Yəni, kimisə əsəbləşdirmək, zəhləsini tökmək. Keep an eye on something, göz qulaq olmaq, kimisə gözü üzərində olmaq. To watch or look after someone something carefully, deməli bir kəsə və nəyəsə diqqətlə baxmaq və qayğısına qalmaq. Elə budur, A bəndi. 7-yə baxırıq, 6A. 7-də get out of hand, to lose control, yəni kontrolu itirmək deməkdir. O görək harda veribdir. Bax, budur, cavab dedi. To become impossible to control, yəni kontrol eləmək, imkansız olmaq. Yəni, kontrolun imkansız olması. See eye to eye razılaşmaqdır, yəni agree ilə sinonimdir. To meet someone unexpectedly, yəni gözlənilməz şəkildə kimlənsə qarşılaşmaq, bu deyil. To have the same opinion, eyni fikir olmaq, elə bax, budur, razılaşmaq. On the tip of one's tongue means, deyir, bu nə mənanı verir? Yəni, dilinin ucunda olmaq. Baxaq, aha, you almost remember or know a word or answer. Deyirsən, artıq cavabı bilirsən və xatırlayırsan. Cavab elə dedi. A fish out of water, narahat olmaq deməkdir. Elə cavab A bəndidir. Feels uncomfortable and unfamiliar in a situation. Bir situasiyada özünü qeyri-müəyyən və narahat hiss etmək. Elə cavab A bəndidir. Butterflies in your stomach. Bu, həyəcanlı olmaq deməkdir. Baxaq. Bax, budur cavab. Feeling very nervous and excited. Ya həyəcanlı, ya da əsəbi hiss eləmək. Cavab C-dir. 12. It's a piece of cake. Çox asandır deməkdir bu. It is very easy. Easy peasy də deyirlər bəzən. Easy peasy. Miss a boat, şansı əldən verməkdir. But to lose opportunity. Cost an arm and a leg. Çox bahalı deməkdir. Bax, extremely expensive, cavab oldu C bəndi. 15-də take someone something for granted nə deməkdir? Deməli, take someone something for granted mənası, yəni bir şeyin qədrini bilməmək, qədir bilməz olmaq. Baxırıq. Give someone a present, kiməsə hədiyyə vermək. Appreciate someone, kimsə dəyərləndirmək. Bu əksinə, dəyərləndirməmək deməkdir. To believe something is impossible, deyir, inanmaq ki, bir şey imkansızdır. Yəni, bir şeyin imkansız olduğuna inanmaq. To fail or appreciate someone or something properly. Bax, budur. Deyir, bir insanı düzgün şəkildə qiymətləndirmədə uğursuzluğa düçar olmaq. Fail, yəni düzgün qiymətləndirməmək. You have an important exam tomorrow. Sənin sabah vacib bir imtahanın var. You should and start studying instead of wasting your time. Sən gərək nə eləyəsən və başlayasan, yəni vaxtını boş yerinə sərf eləməyin əvəzinə gərək oxumağa başlayasan. Cavab B-dir.
Gərək işini, planlarını düzgün quraşdırasan, get your act together və oxumağa başlayasan. Fish out of water narahat olmaqdır. Miss a boat şansı əldən verməkdir. Bu da işlərini korlamaqdır kiminsə. Bu deyil. 17-yə baxırıq. 17-də the police are trying to the cause of the accident. Deyir, polis çalışır ki, hadisənin səbəbini nəsə eləsin. Break the news, keep an eye on, göz qulaq olmaq, take for granted, bu nə idi? Neydi Allah? Yəni bir şeyin qiymətini bilməmək, get to the bottom of something, dərinliyinə getmək, əsas məğzini araşdırmaq, səbəbini araşdırmaq, elə cavab budur. Və burada break the news var. Burada news xəbərdir, yəni kiməsə pis xəbər vermək. Bu da deyil. Break the news, kiməsə pis xəbər vermək. Sonra baxıram 18-ci testdə. Please, my bag while I go to the restroom. Zəhmət olmasa mən deyir ayaq yoluna gedərkən mənim çantama göz qulağı ol. Keep an eye on. Get out of hand, kontrol itirmək, CI2'ya razılaşmaq, bu da şikayətçi olmaq. The children became so noisy that the situation completely. Deyir, uşaqlar o qədər səsli idi ki, səsküylü idi ki, situasiya tamamilə mənim əsəbimlə oynadı. Get on my nerves. Bu cost an arm and a leg çox baha deməkdir. Get out of hand, kontrol itirmək, uzun sözün qısası. Və yaxud da buna deyə bilərik ki, mıs-mıs deyincə Mustafadır. O mənada istifadə edə bilərik. Although we disagree about many things, deyir, biz çox şey haqqında yəni razılaşmamağımıza baxmayaraq, we usually on important issues, biz adətən vacib məsələlərdə razılaşırıq. CI2I. 21-ə baxırıq. I know the answer, mən cavabı bilirəm. And it is nədirsə, but I just can't remember it right now. O mənim dilimin ucundadır, amma hal-hazırda xatırlamıram. Cavab B bəndi, tərcümə ilə qoyuruq. Starting university in another country made Ali feel like, deyir, başqa bir ölkədə universitetə başlamaq Əlini necə hiss etdirirdi? Fish out of water, narahat hiss edirdi, yəni sudan çıxmış balığa dönmüşdü. Sonra, a piece of cake, soxasant deməkdir. Burada da blue collar, white collar var. Blue collar deyəndə mavi yaxalar, yəni işçi sinifidir, amma white collar da biraz vəzifəlilərdir də, yəni ofis işçilərindən gedir söhbət. Sonra baxırıq. I had before giving my first presentation, but everything went well. Mən deyir ki, ilk prezentasiyamdan qabaq necə edimsə, ancaq hər şey yaxşı getdi. Butterflies in my stomach. Həyecanlı idim və əsəbi idim. Bax, budur. Yəni ilk prezentasiyamdan qabaq həyecanlı idim. Yəni hərfi tərcümə belədir ki, içimdə kələpəklər, kəpənəklər uçur, bax bu mənada. Yəni həyecanlı idim. Don't worry about the exercise. İdmanla bağlı narahat olma. It is. Və yaxud da burada çalışma da ola bilər. Çalışma ilə bağlı narahat olma çox asandır. It is a piece of cake. O çox asandır. Cavab D bəndi. Davam eləyək 25-ci testlə. 25-ci testdə deyir ki, deməli, if you don't apply for the job today, əgər sən bugün deyir iş üçün müraciət eləməsən, you might, sən ola bilsin ki, əgər sən müraciət eləməsən nə qarasan, you might miss the boat, şansı əldə verəsən. Cavab B bəndidir. The new laptop, so I decided to buy a cheaper one. Deyir, həmin yeni laptop nə idisə, ona görə də mən qərar aldım ki, daha ucuz birini alım. İndi baxın, ucuz alırsa deməli o yeni olan çox baha olubdur da. Cavab A bəndi. Cost an arm and a leg. Çox baha olmaq deməkdir. 27 ilə davam edirik. We decided to cancel that trip because of the bad weather. Biz havaya görə biz qərar aldıq ki, cancel təxirə salmaq, səyahətimizi təxirə salaq. Deməli, burada nə ola bilər? Uzun sözün qısası. Make a long story short. Uzun sözün qısası. Pis havaya görə biz səyahətimizi təxirə salmalı olduq. Davam edirik. 28. You are doing very well. Sən çox yaxşı edirsən. And don't give up. Və təslim olma. Elə hang in there. Hang in there-də dişini sıx. Sən deyir, çox yaxşı edirsən, dişini sıx və təslim olma. İmtina eləmək. Give up, imtina eləmək deməkdən də. Hang in there qoyuruq. Miss a boat, şansı əldən verməkdir. Get out of hand, kontrol itirməkdir. Break the news da, deməli, pis xəbər verməkdir. Ona görə D bəndi olur. 29. Sarah's contest complaining really. Saranın müntəzəm şikayəti həqiqətən də get on my nerves, mənim əsəblərimlə oynayır. Cavab A bəndidir. CI2I burada razılaşmaqdır. Bu baha deməkdir. Bu da yəni dilin ucunda olmaq kimdir? Come to my tongue. Tongue dilimə gəlir. Yəni dilin ucunda mənasında. 30. We should appreciate our teachers. Deyir, biz gərək öz müəllimlərimizi dəyərləndirək. And never them. Və heç vaxt onların
Deməli, take for granted. Take for granted nə demək idi? Yəni qiymətini bilməməzlik, dəyərini bilməməzlik eləməyək də, o mənanı verir. Cavab elə oldu cavab. Burada B bəndi. 31-ə baxıram. Definitionlarını uzlaşdırmalıyıq. Baxaq. Get your act together işin fəaliyyətini daha yaxşı planlaşdırmaq, planlarını qaydaya salmaq mənasını verir. Hang in there təslim olma deməkdir. Have an axe to grind də şikayətçi olmaq, şikayətli olmaq deməkdir. To remain persistent despite difficulties, çətinliklərə baxmayaraq qətiyyətli bir şəkildə dayanmaq. Deməli, bu nə ola bilər? Təslim olmaq. Bu ola bilər 2A. To have a personal motive or grievance influencing your opinion. Deyir, sənin fikrinə təsir eləmək üçün xüsusi bir motivi olmaq. Şikayəti olmaq. 3 oldu B bəndi. To become more organized and responsible. Çox deyir, məsuliyyətli və hər şey, yəni necə deyək, orqanizə olunmuş şəkildə olmaqda, yəni planlı şəkildə olması. Bu da ki, get your act together. Bu da oldu C bəndi. Deməli, cavab C, A, B. Elədi B. 32-yə baxıram. 32-ci testimdə deməli birinciyə baxırsınız. Get to the bottom of something, bir şeyin dərinliyinə getmək. Get on someone's nerves, kiminsə əsəbləri ilə oynamaq. Keep an eye on something, göz qulaq olmaq deməkdir. Investigate something thoroughly in order to discover the truth. Deyir ki, həqiqəti kəşf eləmək üçün in order to, kəşf etmək məqsədinlə nəyisə araşdırmaq. Yəni bir şeyin dərinliyinə getmək 1A ola bilər. To irritate, annoy, kimsə bezdirməkdir bu, əsəbləşdirmək 2B-dir. Monitor something carefully, diqqətlə nəyisə müşahidə eləmək, bu da göz qulaq olmaq. A, B, C. Cavab C bəndidir. 33-ə baxıram. 33-cü testdə nəyi istifadə eləyirik? 33-də. Get out of hand, kontrolu itirməkdir. See eye to eye, razılaşmaqdır. On the tip of one's tongue, dilinin ucunda olmaqdır. To have identical, largely similar opinions, eyni fikirləri olmaq. Yəni, see eye to eye, razılaşmaq. Deməli, onda 2 olur A bəndi. To become almost able to remember, say something. Nəyisə artıq yəni deyə bilmək və yaxud da xatırlamaq. Bu da dilin ucunda olmaqdır. 3 oldu B bəndi. To become uncontrollable, yəni kontrol olunmaz olmaq, yəni kontrolu itirmək. Burada 1 də C-dir. Onda olacaq 1C, 2A, 3B, C, A, B. Cavab olur B bəndindədir. 34-ə baxıram. 34-də butterflies in your stomach, yəni əsəbi və yaxud da həyəcanlı olmaq deməkdir. A piece of cake çox asan deməkdir. Miss a boat da elə bil hərfi məna belədir. Bax, qayığın getməsi, qayığı buraxmaq, qayığa çatmamaq da, miss buraxmaq, çatmamaq da. Yəni şans əldən getdi. Sən onu miss elədin, buraxdın, qaçdı. Bax, lose an opportunity, şansı itirmək, because of delay and inaction. Yəni hərəkət eləmədiyi üçün və yaxud da gecikdiyinə görə şansı əldən vurmaq. Bu miss a boat-dur. 3 oldu A. Something is extremely easy or accomplished. Yəni nəyisə, yəni elə bir şeydir ki, ona nail olmaq asandır. İnanılmaz dərəcədə asandır. A piece of cake-dir. B bəndidir. Bu da üstəvic olur C bəndi. C, B, A. C, B, A. B bəndi oldu. 35-ci testə baxıram. 35-ci testdə cost and armament alike çox baha deməkdir. Extremely expensive deməli 1C-dir. Make a long story short, uzun sözün qısası. Bax, bu da to summarize a complicated situation briefly. Yəni, mürəkkəb bir situasiyanı qısa bir şəkildə summarizə eləmək, qısaltmaq. Bu da oldu A bəndi. Bilirsiniz nədir? Söhbət edirsiniz, təsəvvür elə. Axır deyirsən ki, yəni uzun sözün qısası. Bax, həmin odur bu. Sonra take someone for granted, yəni kiminsə qiymətini, dəyərini bilməmək. Bu da olur B bəndi. C, A, B. C, A, B elədi D bəndi. 36-ya baxıram. Break the rules, pis qaydaları pozmaq. Break the news, pis xəbər vermək. Catch someone's eye, gözünə ilişmək deməkdir. To attract someone's attention visually. Yəni deyir, vizual olaraq kimsə diqqətini cəlb eləmək. Elə budur, gözünə ilişmək. 3A bəndidir. Burada belə yazım ki. Sonra to tell someone something special, something unpleasant or important. Deyir, bir kəsə, yəni xüsusilə də xoşa gəlməyən və vacib bir şeyə söyləmək, yəni pis xəbər vermək. Break the news ola bilər. 2 olur B bəndi. Onda 1 də olur A bəndi. Yenə də baxım. Yox, A deyil. 1 də olur C. Behave contrary to behave contrary to established regulations. Yəni əsası qoyulmuş bu regulationsların əleyhinə davranmaq. Yəni ki, qanunları pozmaq.
O da olur C bəndi. C, B, A. Cıba. Cavab oldu B bəndi. 37 ilə davam edirəm. 37-də deməli bir tough on someone mənası kiməsə deməli kobud davranmaq, sərt davranmaq mənasını verir. Under the shadow of something kimisə kölgəsi altında olmaq və ya nəyəsə yükünün altında olmaq. Blue collar-da işçi sinifidir, amma white collar-da yəni o şeydir də, vəzifəli sinif belə deyək. Baxıram. Referring a manual or industrial workers. Bax bana. Sənaye işçiləri. Deməli bu blue collar-dır. Deməli 3 olur A bəndi. To treat someone strictly demandingly. Kiməsə ciddi davranmaq. Elə bu da B bəndidir. Experiencing or the continuing negative influence or threatening of something. Bu da elə bil C bəndidir. Yəni ki, nədənsə qorxmaq və nəyəsə negativ təsiri altında olmağa davam eləmək, təcrübə eləməyə davam eləmək deməkdir. B, C, A. Bu C da oldu C bəndi. 38-ə baxıram. 38-də white collar, yüksək vəzifəli işçilər. Baxaq burada. Bab office based B bəndidir. Deməli 1 oldu B bəndi. Fish out of water narahat olmaq deməkdir. Bax uncomfortable. Onda olur C bəndi. Rain on someone's parrot-də kimisə işlərini korlamaq. Bax spoil korlamaq A bəndidir. Cavab oldu B, C, A, C bəndi. 39-a baxıram. 39-da as good as gold nə mənanı verir? Deməli, bunun mənası, yəni valuable, dəyərli, useful, faydalı, qiymətli, yəni qızıl kimi mənasını verir. Make a long story short, uzun sözün qısasıdır. Take something for granted, bunu da bilirsiniz, qiymətini, dəyərini bilməmək. Dərslikdə olan variantı budur. İndi baxırıq. To assume that something will always be available and remain unchanged. Deyir, yəni güman eləmək ki, bir şey həmişə olduğu kimi qalacaq, mövcud olacaq və dəyişməyəcək. Elə bu qədrini bilməməkdir. Yəni bir şeyin qədrini bilmirsən, elə bilirsən ki, elə həmişə o olduğu kimidir, orada qalasıdır. Sonra bax, to give only the essential points of story. Hekayənin sadəcə vacib hissələrini vermək, yəni uzun sözün qısası C bəndi. As good as gold da deməli extremely well behaved or reliable, etibarlı, hədsiz dərəcədə yaxşı davranan, qızıl kimi, dəyərli mənalarını verir. Bu da oldu bu. Cavab buca. A bəndi. 39-a baxıram. 39-da as good as gold yenə verib. Eyni testi yenə vermişəm deyəsən. Mexaniki gedib bu. 40-a baxaq. 40-da on the other hand, digər tərəfdən break the rules, qanunları pozmaq, get out of hand-də kontrolu itirməkdir. Baxaq burada kontrol var elə 3-də A bəndi. Become excessively difficult to control. Yəni hədsiz dərəcədə kontrol eləməyin çətin olmasıdır. A bəndidir. Used to introduce an opposing or contrasting point. Yəni deyir ki, əks və zid nöqtəni göstərmək üçün istifadə olunur. Yəni on the other hand, bu da B-dir. To violate regulations or expected standards. Yəni qəbul edilmiş standartları və bu qayda qanunları, yəni vəhşicəsinə korlamaq belə deyək. Zorlamaq C bəndi olur bu da. B, C, A. Bu da olur B bəndində. Baxıram 41-ci testimə. After several hours of questioning, the investigators finally managed to the mystery's disappearance. Deyir ki, bir neçə saat sorğu-sualdan sonra tədqiqatçılar nəhayət sirli yox olmanın səbəbini deməli, managed to get to the bottom of sirli yox olmanın dərinliyinə getməyə yəni gedə bildirər ki, yəni bunun səbəbi nədir? The manager, 42-yə baxıram. The manager has repeatedly warned the employees. Deyir, menecer təkrar bir şəkildə işçiləri xəbərdarlıq elədi ki, not to nəğarmaq, hətta when deadlines are extremely tight. Deyir, hətta son tarixlərə az qalsa da belə qaydaları pozmasınlar. Break the rules. Deadlines are extremely tight. Yəni yəni deadline'lar hədsiz dərəcədə yəni şey olsa belə, sərt olsa belə də, yəni onlar qaydaları pozmasınlar. 43-ə baxıram. I was extremely nervous before giving the presentation. Bu da təkrardır. Mən prezentasiyanı verməmişdən qabaq hədsiz dərəcədə əsəbi idim. Çünki I could literally feel butterflies in my stomach. Yəni həyəcanlı və əsəbi hiss eləyirdim. 44-ə baxıram. If you want to be taken seriously in this position, you really need to and start meeting your responsibilities.
Deyir, əgər sən bu pozisiyada ciddi şəkildə qalmaq və istəyirsənsə, sən həqiqətən də yeni məsuliyyətlərə qarşılaşmalısan və işini və fəaliyyətini daha yaxşı planlaşdırmalısan. 44 A bəndi. 45-ə baxırıq. Also, the two researchers disagree on methodology. Metodologiyada iki dənə tədqiqatçının razılaşmamasına baxmayaraq, they generally regarding the importance of the findings. Onlar deyir, ümumi şəkildə, yəni bu tapdıqlarının vacibliyindən razılaşırdılar. C bəndi. 46. The company has been operating of a major financial crisis which has affected employees' moral. Deyir ki, şirkət işçilərin moralına, yəni əfər ruhiyyəsinə təsir eləyən maliyyə krizinin əsas deməli nəyinisə araşdırırdılar. Yox, əslində belə getmir. Əslində belədir ki, bu şirkət maliyyə krizinin yükü altında deməli idarə olunurdu. Bu da hansı ki, bu da işçilərin əfər ruhiyyəsinə təsir edirdi. B bəndi. Yəni maliyyə krizi var idi, yükü buydu və bu da işçilərin əfər ruhiyyəsinə də təsir edirdi. 47. The new apartment was attractive. Yeni mənzil cəlbedici idi. But the rent, amma kirayə, so we decided not to move in. Ona görə biz qərar aldıq ki, içəri girməyək. Amma kirayəsi necə idi? Çox baha idi də. Cost an arm and a leg. 48-ə baxıram. Don't your parents support. Sənin valideynlərin köməyini nəsə eləmə. They may not always be able to help you. Yəni valideynlərin köməklərinin sui-istifadə eləmə də. Yəni qiyməti bilməməzlik eləmə. Qiymətini bilməməkdir, take it for granted. Özü mənfi mənalı sözdür. Yəni nə mənada? Qiymətini bilməməkdir. Don't da qoyun, yəni qiymətini bil də, bilməməzlik eləmə. Çünki onlar həmişə sənə kömək eləməyəcəklər. Yəni həmişə kömək eləyə bilməyəcəklər. I know I have heard the expression before. Mən deyir, bilirəm ki, bu ifadəni əvvəlcədən eşitmişəm. The exact phrase is on the tip of my tongue, but I can't quite remember it. Amma mən onu tam xatırlamıram. Cavab B bəndidir. 50-yə baxıram. We investigated the problem for weeks, discovered the real cause and eventually solved it. Uzun sözün qısası, biz bu problemi həftələrlə araşdırdıq və nəhayət sonda həssas səbəbi tapdıq və onu həll etdik. To make a long story short, cavab eləyir C bəndi. Deməli, mən burada baxıram ay uşaqlar, 39-cu sualı 2 dəfə yazmışam, 39. Yəni bu sualın biri ona görə bu şəkildə çıxıbdır.